Siz. Pərvər adına sən əllərini öpdün. Hakikaten Pərvər niye öpür ellerinden ha hanım? Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Xəbər verdiyimiz kimi TikToker Ulduzə Hacıyeva biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. Qafqazinzo xəbər verir ki, TikToker artıq məhkəmə binasını sərbəst tərk edib. Arzun həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, həmin Elnur Nuriyev təqsirləndirilən şəxsin 4 uşaq atası olmasını nəzərə alıb, qətimkan tədbirini dəyişməklə yanaşı məhkəmə baxışının da istintaqda aparılmasına qərar verib.